Salam əziz dostlar. Bugün bir həyət evin qazanxanasındayıq. Belə bir qazanxana qurulub. Deməli, məsələ nə yerdədir? Bunu mən işləməmişəm, bunu başqa adam işləyib. Bu videonu, yəni bu qazanxananın videonu çəkib mənə atanda mən sırası başa düşdüm ki, burada çox ciddi bir problem var. Kim deyə bilərsə bu problemi kommentariyalarda yaza bilər. Yox, yəni bu cürə belə şeyləri mən ciddi problem saymıram. Yaxşı, deməli, açıqlayım problemi. Problem isti suyu almaqdadır. Yəni, isti suyun düzəlməyindədir burada. Burada sistem necə qurulub? Bir kombi, bu rezerv kombidir. Bir kombi gidrostrelka ilə isti suyu, yəni teplonосители verir bura. Burada kollektordan boilerə və 2 mərtəbəyə istilik paylanır. Bu isə obratkadır. Məsələ nədir? Bu cürə sistem düz sistem deyil. Özdəki bu, yəni standart bağlantıdır. Bu standart kombidir, 2 konturlu kombidir. Və bu da boiler. Boiler 300 litrli idi. Heç bir avtomatika yox, heç nə yox. Yəni, boilerin suyu necə qızır burada? Kombi istilik verir və buradan motor serpantinin içindən suyu fırladır və isti su düzəldir. Kombidə, əgər boilerdə biz isti suyu 60 istəyiriksə, kombi işləməlidir maksimal temperaturada, yəni 80-85-də. Bu da elə bir şeydir ki, yəni bu 80-85-də bu işləsə, onda radiatorlar vəbşi evi partladar, yəni artıqlaması ilə qızdırar. Ev yəsə 85-ə qoya bilməz axı kombini pastayanlı rejimdə. Burada heç bir avtomatika yoxdur, yəni çox sadə, primitiv bir sistemdir və ona görə də boilerdə mən bilirdim ki, boilerdə su yaxşı qızmayacaq və elə də oldu. Deməli, biz gəldik birinci dəfə, birinci gün qoşduq, bütün bu iki radiator sistemlərini hamısını söndürdük ki, istilik ancaq getsin boilerə. Bu nasos qaldı işləyə vəziyyətdə və düz 1 saat hardasa 20 dəqiqə keçəndən sonra cəmi bu boiler 40 dərəcəyə suyu qaldırdı. Yəni 40 dərəcəyə isitdi. Bu o deməkdir ki, yəni çox pis nəticədir. İnsan əgər duşda çiminsə 10-15 dəqiqəyə onun suyu qutaracaq, isti suyu qutaracaq. Və ona görə də otopleniya sistemində də problemlər var. Yəni onlar lap belə dəhşət dərəcədə deyildi, amma onu da həll edəcəyik, onu da dəyişəcəyik sonra. Ən birinci növbədə bugün isti suyun problemini həll eləməliyik və bu sistemi yəni dəyişəcəyik. Mən
həmişə öz işlərimdə 2 serpantinli boiler alıram, amma burada 1 serpantinlidir. İndi elə oldu ki, yəni bu boiler qalası olacaqdır. Amma rezerv olan kombi onu ləğv edirik, bir kontrollü baksi qoyulacaq bura. Və həmən bir kontrollü baksi bu boilerlə NTS dayanıqlığına birləşəcək və kombi biləcək ki, məsələn su burada 5 dərəcə düşən kimi siqnal gedəcək, kombi başlayacaq, çıxacaq maksimal rejimə və tez bir zamanda boilerin suyunu qaldıracaq istədiyimiz temperatura. O üçün bu hissə tamam söküləcək və perizelka olunacaq. Başlayaq sökməyə. Bir-iki dənə səhvlərdən danışım, ondan sonra sökməyə başlayaraq. Deməli, burada fikir verin, gidrostrelkanın filtr hara qoyulub, abratkaya qoyulub, amma gidrostrelkadan qabaq. Gidrostrelka dəmirdəndir. Kombiyə isə gedən liniya budur. Biz filtri bu filtri nə üçün qoyuruq? Kombini qorumaq üçün, düzdürmü? Amma burada bütün bu gidrostrelkanın zibili, çirki, pası gedəcək kombiyə. Ona görə də bu filtr burada olmalı deyil. Filtr burada olmalıdır. Bu bir. İkincisi, əlbəttə ki, mən heç vaxt dəmir dəngə qabı qoymuram. Bax, belə bir şeylər baş verir orada, içərdə. Həmişə nержавейка qoyuram. İndi neysə bu hələ ki qalacaq. Ondan sonra burada villa nasoslar qoyulub. Mən isə ümumiyyətlə villa çox vaxt qoymuram, Grundfos qoyuram. Çünki villa səs çıxardır. Bir sezon işləməyəndən sonra daha elə olur ki, tutulur. Gərək valı açıb fırladasan. Və ümumiyyətlə belə deyək ki, sistemi çox belə deyək, bu boyda divar tutulub bir dənə bu sistemə. Mən olsaydım bunu belə yığmazdım. Elə bax, o boyda yer bura, yəni o sistem üçün tamam bəs eləyirdi əslində. Yəni bu boyda divarı, bu boyda kollektorlarına zadına mən heç vaxt işləməzdim. Birbaşa gidrostrelkanı elə yığmaq olardı ki, mən elə yığdırıram da neçə çıxışına. Elə birbaşa bu nasoslar oradan çəkərdi o suyu. Nəysə, indi bu sistem belə yığılıb, çox şeyə biz əl vurmayacaq ki, xərc az çıxsın da. Amma bəzi şeyləri atopleniya sistemində dəyişəcəyik. Burada çöpopol xətti də var. Ona biz termostatik gidromix qoyacağıq ki, çöpopola postayanla aşağı dərəcədə su geçsin. Onu amma ikinci etapda eləyəcəyik. Bu günləri əsas məqsədimiz boilerin problemini həll eləməkdir. Onu da başlayırıq eləməyə. Deməli dostlar, boileri ayırdım, kombini ayırdım, altdakı trubaları da hamısını ləğv elədim. Bu nasos qaldı boş, lazımsız. İndi isə kombini çıxardacağıq yerindən və yeni kombi asılacaq. Bu da bizim Baxi kombimiz. Bu kombi iminli boilerine işləmək üçün nəzərdə tutulub. Görə bilərsiniz, baxın, hamısı latunla
yığılıb. Kombilərin çoxunda bu hissələr plastikdən ola bilər. Amma burada hamısı latondur. Trubkalar da misli əlbəttə ki. Box kombisi asılıb, MTS datçiki qoşulub kombiyə. Baxın, bu da onun içi. Çox səliqəli, artıq heç bir şey yoxdur. Çox keyfiyyətli bir kombidir. Qalıb boileri yığmaq, MTS datçikini buna boilerə qoşmaq və sistem yığılıb qutaracaq. Deməli dostlar, bu boileri yavaş-yavaş obvязканы yığıram. Bu belə idi. Suyun giriş çıxışı, daha doğrusu isti suyun çıxışı bax bu cürə idi. Burada nə səhv görə bilərik biz? Deməli termometr 25 cm aralı trubanın, borunun elə bir ki suyun gedişindən 25 cm aralıdır. Bu səhvdir. Yəni suyun göstəriciləri burada, yəni temperaturu düzgün göstərmir bu. Termometr birbaşa burada olmalıdır. Yəni çıxışda da, yəni trubanın, borunun üstündə. Özdə ki, çerez plasmas yox, metala belə keçidlə yox. Tranik qoyulmalıdır və birbaşa bu termometr tranikin içində olmalıdır ki, isti su gedə-gedə, yəni altdan termometr qızıb göstəricini düzgün göstərsin. Deməli, əziz dostlar, bu gün işi bitirdim. Xeyli prizelka elədim. Bu boiler əvvəl burada idi. Aralı, çox aralı. Bu divar təmiz zəbt olunmuşdu bu boilerə görə. Yəni lazımsız trubalar, borular, zətlər var idi. Onu maksimum yığcam eləmişəm, yəni çəkmişəm sola, divara tərəf və burada bizdə nə boyda boş yer qaldı. Nəysə, bunlar hamısı boş şeylərdir, əsas işləməyi göstərim. Hal-hazırda suyu, boileri qoşmuşduq, yəni normal şəkildə suyu qızdırır. Kombi, yəni qoşulandan başlayır çıxmağa maksimal dərəcəyə. Bu indi gördüyünüz, yəni 82 dərəcə. Baxmayaraq ki, burada su şəkili var da, suyun dərəcəsi deyil bu. Bu teploobmennikin dərəcəsidir. Görürsünüz, indi çıxacaq maksimum 83. Hal-hazırda bizdə su onsuz da qızıb, yəni 60 dərəcədədir, 60 dərəcəyə qoyulub, 60 dərəcədədir. Çox tez bir zamanda qızdırdı. 300 litri burada da həm öz termostatı var, termometri var. Bir də əsas, yəni bax bu termostatdır. Datçikdir. O kombiyə siqnal verir ki, məsələn, boilerdə su başlayır soyumağa və həmən siqnal gələndən sonra kombi qoşulur və çıxır maksimal dərəcəyə ki, tez bir zamanda boileri qızdırsın. Yəni bu düzgün, ən düzgün üsul, boilerin qoşulmaq üsulu budur. Keçmiş üsul isə, yəni kombi gidrostrelkadan kollektorları qızdırırdı, həm də atopitsilni sistem, isitmə sisteminə qoşulmuşdu həmən. Bu sistem o variantını işləyirdi. Onda da ev yiyəsi ancaq 60-65'i qoşa bilirdi. 60-65 ilə də 300 litr boileri
neçə saata qızdırmaq olardı, heç Allah bilirdi. Yəni həm də ümumiyyətlə 60 dərəcə ilə 60 dərəcəli su almaq olmur. 60 dərəcəli su tez bir zamanda almaq üçün kombi maksimal dərəcəyə çıxmalıdır ki, tez bir zamanda onu suyu qızdırsın. Bax belə, resirkulyasiya hamısı işləyir. Yəni termometr başqa cürə idi. Bu termometr, manometr yadınızdadır, yuxarıda idi. Onu prizelka elədim. İndi hal-hazırda düppədüz göstərir dərəcəni. Çünki birbaşa dəmirlə yığılıb və yaxındır da suyun getişinə. Motor resirkulyasiya əlbəttə ki, boilerin içinə vurulur və obratno klapan. Qalan şeylər öz qaydasındadır. Yəni manometr burada на всякий случай страховка için koyulur. Сбросной клапан, взрывной клапан. Ondan sonra slip de var burada arkada ve elbette ki genişlenme saniye. Bir obratno klapan da var. Hemen sesi çıxardan elə obratno klapanda onu dəyişmədim. Dedim yulandan sonra düzələcək, səs çıxartmayacaq, amma heyf ki dəyişmədim. Elə səs yenə də itmədim. Gələn dəfəyə qaldı, çünki burada bəzi prizelkalar olacaq. Onda onu dəyişəcəm. Həm də əlavə 3 kolbalıq atlas filtri də qoyulub. Burada da hamısı aydındır ki, su hardan gedir. Bypassdır bu. Bu da 2 kran bağlı şəkildə olanda su birbaşa gedir evin içinə. Bu bağlı olanda o 2 kran ventil açıq olanda isə su через filtr gedir. Bax belə. Yenə də deyim ki, bu Baxi Luna 3 modelidir. Sırf boilerlə işləyən kombidir. Bax belə dostlar. Ev yası razıdır, hər şey yaxşıdır. Siz də sistemləri düzgün yığın. Hər şey yaxşı olsun. Hamı razı qalsın sizdən. Sağ olun, salamat qalın. Video xoşunuza gəldisə like qoymağı unutmayın. Hamıya uğurlar.